özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Dinimizdə xüsusi olan mövzulardan biri Allahla görüşməkdir. Buna Quran-ı Kərimdə liqaullah deyirlər. Allah Teala liqaullah buyurur. Allahla görüşmək. Bilirik ki, bizim qıldığımız namaz, bizim gəldiyimiz məscid ilahi görüş yerimizdir. Bəzən Allah Teala Peyğəmbəri ilə danışmaq üçün xüsusi bir yer qərar verir. Hz. Musa əleyhissalam Tur-i Sinada Allah Teala ilə danışır. Həmin yer Hz. Musa əleyhissalamın Allah Teala ilə görüşdüyü yerdir. Görüşdən məqsəd budur ki, zahirən Allahı görmək. Görüşdən məqsəd budur ki, Allahla ünsiyyətdə olmaq. Görüşdən məqsəd budur. Peyğəmbərimiz özü üçün xüsusi bir yer qərar vermişdi. Bilirik ki, Hira mağarasında ilk vəhyin nazil olduğu yer və Allah Teala ilə Həzrəti Peyğəmbərin mülaqat elədiyi bir yerdir. Və o cümlədən İmamların kəlamında da diqqət etsək, məsələn, İmam Həsən əleyhissalamın kəlamında var. İmam Həsən dəstəmaz aldığı zaman soruşarmışlar ki, imamın rəngi saralarmış, soruşarlar, imam, nəsə bir xəstəliyin var, nə olub, narahatsan elə bil. İmam buyurur ki, bəs bilmirsiniz, kiminlə görüşə gedirəm? İmam Həsən əleyhissalam ilahi xufu o görüşdə, o ibadətdə özünü hazır bilirdi. Və o cümlədən İmam Muhammed Baqir əleyhissalamın həyatında görürlər ki, İmam Muhammed Baqir əleyhissalam ən gözəl libası ilə və ətirlənib, ən gözəl libası ilə gedir. Soruşurlar İmam Muhammed Baqir əleyhissalamdan ki, ağa, hara gedirsən? İmam buyurur ki, görüşə gedirəm. Görüşə gedirəm. Ətrafındakılar deyir, İmam görüşə gedir. Görək imam hara gedəcək? Görürlər ki, imam məscidə daxil oldu və ibadətlə məşğul oldu. Daha sonra imamdan bunu soruşanda imam buyurur ki, Allahla görüşməkdən daha böyük görüş ola bilərmi? O cümlədən Allah Teala Quran-ı Kərimdə buyurur. Buyurur ki, mən yərcu liqa'əllah. O kəslər ki, ümid edirlər. Ümid edirlər Allahla görüşməyə. Allahla görüş olacaq. O kəslər ki, ümid edirlər, mən yərcu liqa'əllah, fə innə əcələllah ləət. Allah Teala buyurur ki, həqiqətən o görüş baş verəcək. Həqiqətən o görüş baş tutacaq. Hamı Allahla görüşəcək. Hamı Allahla ünsiyyətdə olacaq möminlərə aiddir bu söhbət. Bəzi insanlar var ki, Allah Teala onlarla görüşməyəcək. Allah onlara tərəf baxmayacaq. Allah onlarla danışmayacaq. Ali İmran surəsinin 77-ci ayəsində Allah Teala buyurur ki, İnnellezîne yeşterûne bi ehdillahi və eymanihim thamanan qalila. Onlar ki, Allahla olan əhdlərini və öz əhd peymanlarını, andlarını ucuz qiymətə satdılar. Ucuz qiymətə satdılar. Andlarını ucuz qiymətə satdılar. Yalandan and içdi, hansı ki onun andının qiyməti bəlkə 2 manat, 3 manat, 5 manat eləyirdi. Ucuz qiymətə satdı andını. Fəmənən qəlila. Ulaikə lə xələqə ləhum fil əxirə. Axirətdə onlar üçün bir pay yoxdur. Axirətdə onlar üçün bir şey yoxdur. Və lə yükəllimuhumullah. Allah Teala onlarla danışmayacaq. Allah onlarla danışmayacaq. Və lə yənsuru ileyhim. Allah Teala onlara tərəf baxmayacaq. Yevməl qiyamət. Və la yüzəkkihim. Allah Teala onları təmizləməyəcək. Allah onların günahını bağışlamayacaq. Və ləhum əzabun əlim. Onlar üçün böyük bir əzab var. Onlar ki, Allahla olan əhdlərini sındırıblar. Allahla olan əhd peymanlarını qırıblar. O cümlədən Allah Teala Allahla görüşə ümid edənlər barəsində buyurur. Onların ki, ümidləri budur, Allahla görüşəcəklər.
Ümidləri budur. Bəzilərinin ürəyində şikayəti var. Bəzilərində şikayət yoxdur. Allaha təşəkkürü var. Deyir, istəyirəm ki, qiyamət günündə Allahla görüşüm, öz təşəkkürümü bildirim Allaha. Necə ki, adama bir nəfər yaxşılıq edir, yaxşılığın sonunda gedir həmin şəxsin yanına öz təşəkkürünü bildirmək üçün. Bəndə də dünyanın tamamlanmasında ilahi görüşü arzulayır ki, Allaha bir daha təşəkkür etsin. Allah Teala buyurur, Kəhf suresinin 110-cu ayəsində, Kəhf suresinin sonuncu ayəsində Allah Teala buyurur ki, Mən kana yərcül liqaə rəbbihi. O kəslər ki, ümid edirlər. Ümidləri budur ki, Allahla görüşəcəklər. Neynəsinlər onlar? Onların vəzifəsi nədir? Allah Teala ilə görüşməyə ümid edən şəxslərin görəcək işləri nədir? Allah Teala buyurur ki, فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا. Yaxşı işlər görsünlər. Əgər hər kəs ki, Allahı görmək istəyir, Allahla görüşmək istəyir, yəni görməkdə məqsəd məcazi mənadır, hər kəs ki, Allah Teala ilə görüşmək istəyir, Allah Teala buyurur ki, فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا. Salih əməllər etsin. Və la yüşrik bi ibadəti rabbihi əhəda. Öz ibadətində bir nəfəri də olsun belə Allaha şərik qoşmasın. Öz ibadətində Allaha şərik qoşmasın. Və Allah Teala'dan duamız budur ki, Allah Teala inşallah cümləmizə liqaullah nəsib etsin. Allah Teala'dan duamız budur ki, bu cümə gününün hörmətinə bizim və bütün müsəlmanların günahlarını əfv etsin. Allah Teala gələn günahlardan bizləri və bütün müsəlmanları hifz etsin. Allah Teala inşallah öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Teala qalan ömrümüzü xeyirli, bərəkətli qərar versin. Allah Teala ömrümüzü Allah Teala'nın yolunda sərf etməyi bizlərə nəsib etsin. Allah Teala zəmanəmizin imamının qəlbini cümləmizdən razı etsin. Allah Teala İmam Zaman əleyhissalam barəsində etdiyimiz bütün duaları qəbul etsin. Allah Teala inşallah qazilərimizə və bütün xəstələrə tezliklə şəfa inayət etsin. Allah Teala şəhidlərimizə, dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Teala dünyada olan bütün müsəlmanları salamat etsin. Allah Teala məzlum müsəlman xalqlarına yardım etsin. Allah Teala müsəlmanlar arasında vəhdət, birlik qərar versin. Allah Teala müsəlmanların güc və qüvvətlərinin günü-gündən artıq qərar versin. Allah Teala yer üzündə sülh və əmin-amanlıq bərqərar etsin. Allah Teala yer üzündə fəsad törədənləri, haqsız yerə günahsız insanları qətlə yetirənləri layiqli cəzalarına çatdırsın. Allah Teala vətənimizi, torpağımızı qoruyanları, hərbiçilərimizi, əskərlərimizi öz nuru ilə hifz etsin. Allah Teala bizim ölkəmizdə, dünyanın hər bir yerində əmin-amanlıq bərqərar etsin. İnşallah.